qış getdi, yenə bahar gəldi, gül bitdi, laləzar gəldi. Qış fəsli getdi, bahar fəsli gəldi. Güllərin hamısı bitdi, laləzarda güllü çiçəklidir. Güllərin hamısı bitdi, hər yer güllü çiçəkli oldu. Quşlar hamısı fəğanə düşdü, eşqodiyinə bu cana düşdü. Quşların hamısı fəğaniyəni nalə etməyə başladı, eşqodda bu cana düşdü. Yer geydi, qəbaya xızır puşan, cümlə dilə gəldi, ləpxamışan. Yer yaşıl paltarını geyindi, xızır yaşıl deməkdir, yəni puşan da geyinəndi. Cümlə dilə gəldi, ləpxamışan, yəni bütün dinməzlər, ləpxamışanı susmuşlar dilə gəlir. Sərvin yenə tutdu damənin su, sərvis toxudu vaxta gögü. Sərv ağacının ətəyini yenə su tutdu. Sərvin üzərində vaxta, yəni çöl göyərçini qurqu deyib oxudu. Qönçə dəhəni çəməndə xəndan, gülməkdən ənər açıldı dəndan. Qönçənin ağzı şad olub çəməndə açıldı. Nar da gülməkdən dəndan oldu. Bülbül oxuydu sifati hicran, dəryada dir oldu əbri neysan. Bülbül ayrılıq nəğməsi oxudu. Dəryada əbri neysan, aprel yağışı inci kimi oldu. Durna uçuban həvaya düşdü. Laçın alıban ovaya düşdü. Durna uçub havada uçmağa başladı. Laçın da həmin durnaları ovladı, ova saldı. Alma ağacı dibində sayə, tənəklər idi buludda aya. Alma ağacının dibindəki kölgə, sayə yəni kölgədir. Tənəklər idi buludda aya. Buludun arxasındakı aya tən eləyirdi, yəni etiraz edirdi. Yaşın yerə tökdü əbri neysan. Bülbüllər oxudu sət həzara. Əbri neysan aprel yağışı deyir, yəni yaşın yerə tökdü, yağmağa başladı. Bülbüllər də min cür nəğmə oxudu. Həzaranda minlərlə, min cür deməkdir. Mey bəslədi jalə hər vərəqdə, türac kitab oxur təbəqdə. Jalə şeyh deməkdir. Deyir şeyh hər vərəqdə, hər yarpağın üzərində mey içir, məst olurdu. Turaz isə yarpağın üzərində kitab oxuyurdu. Qumqum deyirdi ağacda qumru, məhz oldu bənövşə içdi xəmri. Ağacda qumru qumqum deyirdi, bənövşə də xəmri, yəni şərab içib məst olurdu. Şax üstə qabaqlar asılı hali, gül gərdənidən verir misali. Ağacların üzərində çiçəklər açıldıqdan sonra asılı qalanların halı qu quşunun boynuna bənzədilir. Quş beçələri ünü yuvadan, məktəb ünü tək gəlir havadan. Quş ballarının yuvadan gələn səsi məktəblilərin havadan gələn səsinə bənzədilir. Boyandı zəmin hezar rəngə, övrəq şəcər də təngə-təngə. Yer min bir rəngə boyandı, övrəq şəcər ağacların yarpağı deməkdir. Ağacların yarpağı da pul-pul oldu. Nilufər açıldı, suya girdi, pirahənini başına sardı. Nilufər, yəni zambaq açıldı və suya girdi, öz köynəyində öz başına saldı. Çınar əlini cür rəqsə açdı, gül xurda zəlin səbaşa saçdı. Çınar sanki rəqs edərmişcəsinə əlini ətrafa açır, gül də xırda tumurcuqlarını torpağa saçır. Çaylar bulandı, yıxdı arxın, bağlar ağacı göyərtdi şaxın. Çaylar bulandı, arxı yıxdı, bağlarında olan ağaclar da öz budaqlarını göyərtdi. 100 türlü qəbəy geyib səmənlər, ağ donlu geydi yasəmənlər. Çəmənlər türlü növ deməkdir. 100 növ paltarını geyindi, yasəmənlər də ağ paltarını, ağ donlu geyindi. Sirabi göyün üzündə abi, nərgiz oturur gözündə xabi. Sirabi tərabətli deməkdir. Tərabətli gülün üzündə su var idi. Nərgiz də gözündə yuxulu şəkildə oturulmuşdu. Xabi yuxuludur. Sərv etdi çəməndə sərfərazi, gül cilvələnir başında nazi. Sərv ağacı çəməndə çox qürurla oturub ətrafı tamaşa edirdi. Gül də başında nazla cilvələnirdi. Çıxmış budaq üstə əndəlibi, mənbərdə oxur çəmən xətibi. Əndərbi bülbül deməkdir. Bülbül budağın üstünə çıxmışdı. Mənbərdə xutbə oxuyan xətib kimi o da nəğmələr oxuyurdu. Lalə oturur başında tacı, heç sərvərə yoxdur ehtiyacı. Lalə başında tac ilə oturmuşdur. Onun heç başlı ehtiyacı yoxdur. Çünki o bütün güllərin başçısıdır. Sümbül daramış saçın beşanə, ənbər qoxusunu qılır fəşanə. Sümbül daraqla sanki saçını daramışdı. Beşanə daraq deməkdir. Ənbər qoxusunu da ətrafa yayırdı. Al ilə yaşıl geyindi bağlar, ağ ləsəgi sərpə saldı dağlar. Bağlar al və yaşıl geyindi. Dağlar da başında olan qarı əritməyə başladı. Durmuş çəmən üzə sərbəyağı, qılmağa tamaşa soyu sağı.
Çəməndə sərv ayaq üstə durmuşdu və solu sağı tamaşa edirdi. Ahı quzu doydurub uyutdu, oğurlanıb özü ota getdi. Ahı quzunu öz balasını doyuzdurup yatsıdırdı. Daha sonra isə oğurlanıb yemlənməyə getdi. Durna uçub ün çəkib havada, gedər ünü qırx ağac ziyarda. Durna uçub havada səs saldı və onun səs salması 6-7 metr belə o tərəfə gedib çıxdı. Bağrı qaranın qarardı bağı, Şahbaz ona baranda doğru. Şahbaz yəni Şahin deyir, Bağrı qaranın yanına çatanda Bağrı qaranın bağı daha da qaralır, yəni daha çox qorxur. Hər şey günəşə qurutdu yaşın, qövsü qüzey aslı tər qumaşın. Hər şey öz yaşını günəşə qurudu. Qövsü qüzeydə göy qurşağıdır. Göy qurşağıda hər bir ləçəni sanki səmaya açır. Döndü vətəninə cümlə quşlar, gəldi yuvasına qırla quşlar. Bütün vətəni tərk edən quşlar vətəninə dönür. Qırla quşlar, yəni qaran quşlar da öz yuvasına gəlir. Çox sağ olun.